Ona görə işimizi etibarlı tutmalıyıq. Yaxınlarda mən dövlət büdcəsi ilə bağlı, dövlət büdcəsində 30-cu ilə qədər xərclərin azaldılması ilə bağlı mətbuat müraciət eləmişdim, bir açıqlama yazdım. Bilmirəm, hansı təşəbbüslərdir, kimin təşəbbüsüdür. Bunlar hökumətin özünün təşəbbüsü olsa, mənim öz baxışlarım var. Mən hesab edirəm ki, hərbi xərcləri azaltmaq olmaz. Əvvəla biz elə bir regiondayıq ki, bizim şimalda, cənubda elə bir qeyri-stabil qonşularımız var ki, onların bir gün sonra, 5 gün sonra, bir il sonra, 5 il sonra necə davranacaqlarına heç kim heç bir təminat verə bilməz. Hazırlı olmalıyıq. Hərbin ən müasir texnologiyalarını hər dəm çıxdıqca onlar əldə etməliyik. Öz hərbi sənayemizi indikindən də qat-qat qüdrətli eləməliyik və bununla da güclü qalmalıyıq. Çünki güc hər şeyi həll edir. Beynəlxalq hüquq işləmir. Biz dəfələrlə gördük, prezidentimiz bu barədə açıq şəkildə bəyanatlar verir. Biz beynəlxalq hüququ hərbimizin yumruğu ilə hərəkətə gətirdik. Və BMT-nin 4 qətnaməsini Azərbaycan torpaqlarından erməni işğalçılarının qeyri-şərtsiz çıxmasına dair 4 qətnaməsini biz özümüz icra elədik. O güc olmasaydı onu eləyə bilərdik ki, o güc yoxdur. Niyə görə 30 ildə həll olunmadı? O güc yarandı ki, ona görə bu gücü həmişə öz yerində, öz səviyyəsində saxlamaq lazımdır.